Salam Tünetlər, bu videoda fizikal inkişaf blokunda qarşınıza çıxa biləcək 3 vacib sual tutmaya baxacaq. Suala bir atım bir şəkildə izləyəcəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya biləsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videoları şərh etməyi unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Demək ki, bir sualımızdan davam edir. Eyni bir cismani səsi hərəkət edən elektron təsirinin qüvvə F istiqaməti olarsa, proton təsirinin qüvvənin istiqamətini müəyyən edin. Deməli, bu protondur. Proton təsirinin qüvvənin istiqamətini tapmaq üçün mən ilk öncə burada maqnetik induksiya vektorunun istiqamətini tapmalıyam. Maqnetik induksiya vektorunun istiqamətini tapmaq üçün mən baxıram burada bu şəklə. Bu şəkli burada aydın burada çəkdim. Görürəm ki, burada işarə mənfidir, sürət vektoru bu istiqamətdir, qüvvə vektoru da bu istiqamətdir. Mən ilk öncə burada maqnetik induksiya vektorunun istiqamətini tapmaq üçün sol qaydasından istifadə etməliyəm. Sol qaydasına görə ilk öncə biz burada baxırıq nəyə? İşarə mənfidir, onda 4 barmaq sürət vektorunun əks istiqaməti, yəni bu istiqamətdə olacaq. Qüvvə vektoru yuxarı deyənə baş barmaqda yuxarı. Onda deməli bizə görünən tərəfdən ovuc içi. Biz də bilirik ki, bizə görünən tərəf əlin üstüdürsə nöqtə, ovuc içi isə x. Söhbət burada maqnetik induksiya vektorunun istiqamətinə gedir. Ona görə də deməli bizə görünən tərəf ovucumuzun içi olduğu üçün, ovucun içi də olan maqnetik induksiya vektoru x istiqamətində olduğu üçün deməli biz burada maqnetik induksiya vektorunun istiqaməti olaraq biz burada x-i götürürük. Bunları buradan bildik. İndi burada Soal qaydasından istifadə edərək proton təsirinin qüvvənin istiqamətini biz buradan tapa bilərik. Soal qaydasına görə deməli açılan 4 barmaq sürət vektoru istiqamətinə biz də bilirik ki, işarə müsbət olduğu üçün sürət vektoru istiqamətinə yönəlmiş olacaq. X olduğu üçün ovucumuzun içi olacaq. Yəni ovucumuzun içi, deməli ovucumuzun içi olacaq və deməli onda baş barmaq hansı istiqamətə yönəlir? Yuxarıya doğru. Biz də belki baş barmaq Lorentz qüvvəsinin istiqamətini göstərir. Baş barmaq yuxarı olduğu üçün Lorentz qüvvəsinin istiqaməti yuxarıya doğru olmuş olacaq. Onda cavabımız nə olacaq? Lorentz qüvvəsi yuxarıya doğru, yəni Y variantı olmuş olacaq. İndi keçək növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda demək, induksiya B1 olan maqnit sahəsində yük üzərici təsirlə Lorentz qüvvəsi 6 mN olarsa, induksiya B2 olan maqnit sahəsində ona təsirlə Lorentz qüvvəsini mN ilə hesablayın. Bunu hesablamaq üçün ilk öncə biz nə edirik? Biz bunu ikinə proyeksiya edirik. Bir BX-dir, bir dənə BY proyeksiyası, BY proyeksiyası. Deməli, ilk öncə mən burada bir dənə qayda yazdım. Deyirəm ki, bu B maqnit induksiya vektorudur və bunun ikinə proyeksiyası var. BY və BX. İndi mən bu BY-i buradan paralel bu tərəfə köçürsəm, yəni buraya BY desəm, onda buradan bəlkəmiş bir şey alınır. B qüvvə vektoru, BY və BX. İndi mən buradan sinus alfanı tapmış olsam, sinus alfa bərabərdir BY bölsün B, BY də bərabərdir B sinus alfa. İndi mən burada Lorentz qüvvəsinin düsturunu yazıram. Deməli, F Lorentz bərabər nəyə? QVB sinus alfaya. QVB sinus alfa. Mən biləm ki, bizdə B qüvvə vektoru var. B ilə, baxın, bu B-lər ilə bu sürət vektoru arasındakı alfa bucağı var. Deməli, yazan bura alfa. Bir də bizdə burada F Lorentz var. İndi mən bunlardan istifadə edərək bu üç arasında bir qanun uyğunluğu yaratmalıyım. Bu da nədir? F Lorentz oxşardır. B və alfa olduğu üçün buradan tapıram mən B sinus alfa. Onda B sinus alfa mən bura yaza bilərəm. Yəni F Lorentz oxşardır nə? B sinus alfa ilə. Bunu buradan tapdım. İndi mən bu oxşardan istifadə edərək mən burada B2 sahəsində olan qüvvəni mən buradan tapa bilərəm. Deməli, ilk öncə yazan nə? F Lorentz 1. Mən ilk öncə burada baxım görüm. Bizə burada nə deyir? Deyir ki, deməli B1 olan bir maqnit sahəsində zərrəcə təsirlə Lorentz qüvvəsi 6 mN olarsa, onda belə kimi yazıram. Deməli, F Lorentz 1 bərabərdir 6 mN. Bunu buradan yazdım. İndi F Lorentz 1 6 mN-sa mən buna uyğun B1 sinus alfanı yazıram. B1 sinus alfa bərabərdir. Mən də biləm ki, deməli B-nin sinus alfa olan nisbəti BY-dir. Yəni B induksiya vektorunun Y oxucuya proyeksiyasına. Onda yazan belə. Bərabər nəyə? Deməli BY 1-ə. Mən də biləm ki, B1 yox, daha doğrusu bağışlayın. Deməli B1Y. Aha. Mən ilk öncə buradan biləm ki, deməli B1 qüvvə vektorunun Y oxucuya proyeksiyası neçə damadır? Baxın, 1 dama, yəni belə hesab edək, deməli 1 dama, 2 dama, 3 dama və 4 dama. Deməli 4 dənə damaya bərabərdir. Onu belə kimi yazıram. Bərabər nəyə? 4-ə. Bunu buradan tapdım. İndi F Lorentz 2. F Lorentz 2-ni bilmirəm, bərabər sual. Amma B2 F Lorentz 2 yoxun B2 sinus alfanı yazıram. Yəni B2 sinus alfa bərabərdir. B2 sinus alfa bərabərdir. B2Y. B2Y. O da bərabərdir. Mən də bilirəm ki, B2 qüvvə vektorunun Y oxucuya proyeksiyasına buradan baxanda, buradan çəkəndə 1 dama və 2 dama. Demək, 2 damadan ibarətdir. 2 dənə damadan ibarət olduğu üçün belə yazıram. Bərabərdir 2-yə. İndi mən bilirəm ki, Lorentz qüvvəsi B sinus alfa ilə düz mütənasib asılıdır. Yəni bu nə qədər artırsa, bu da o qədər dəfə artır. Mən ilk öncə buradan görürəm ki, deməli B1 sinus alfa 4-dür, sol olub nə? 2. Deməli 4-ün 2 nə qədər azalıb? 2 dəfə azalıb. Onda F Lorentz də B sinus alfa ilə düz mütənasib asılı olduğu üçün əgər bu 2 dəfə azalıbsa,
Bu da 2 dəfə azalır. Yəni 6-nı böldük 2-yə nə qədər edir? 3. Onda buna düşən pay nə qədərdir? 3. Yəni f lanes 2-nin nəyə bərabərdir? 3-ə bərabər olmuş olacaq. F lanes 2 bərabərdir 3-ə. Məcamız olacaq neçə? 3 milli newton qısaca. 3 milli newton. İkinci növbəti sualımıza. Son sualımızda 3-cü sualda ikinci yəni düz nəqliyyatda maqnit təsvir edilmiş istiqamət hər iki dən ekran təsvir Laius kürəsinin istiqamətini müəyyən edin. Laius kürəsinin istiqamətini müəyyən etmək üçün mən ilk öncə burada baxıram nəyə? Maqnit induksiya vektorunun istiqamətinə. Bunu tapmaq üçün mən nə edirəm? Deməli ilk öncə biz burada bu şəkli çəkmişik. Görürük ki, burada deməli burada bir I1 cərəyan şiddətidir, burada da bir I2 cərəyan şiddətidir. Bu bizə verilib. Mən ilk öncə mərkəzdə I1 və I2 olan hissədən bir dənə konsentrik çevrələr çəkirəm. Yəni bu X üçün, yəni I1 üçün, bu da nə? I2 üçün. Bunu buradan bildik. İndi burada baxam nəyə? Görürəm ki, I1-in istiqamət nədir? X. Mən ilk öncə burada bir dənə ox çəkirəm. Oxun bir uç tərəfi var. Deməli oxun bir uç tərəfi var, yəni nöqtə. Bir də X tərəfi var, yəni ştrikli. Bu da nədir? X. Bunu buradan bildik. İndi bizə I1-in istiqaməti əgər burada X kimi göstərirsə, demək bizə görünən tərəf X-dir. Bizə də görünən tərəfin X olması üçün ox bizdən çıxmalıdır. Ox bizdən çıxanda nə olur? Ox bizdən çıxdığı zaman biz oxun arxa tərəfini, yəni X tərəfini görmüş oluruq. Deməli ox bizdən çıxırsa və baş barmağında oxun istiqaməti eynidirsə, onda biz baş barmağımızı bizdən çıxan tərəfə, yəni şəkil müstəvisinə doğru tuturuq və tutduğumuz zaman dörd barmaq hansı istiqamətə yönəlir? Bu istiqamətdə. Eyni ilə nöqtə olanda, nöqtə nədir? Yəni şəkil müstəvisinə bizə doğru, yəni ox bizə doğru gəlir. Çünki ox bizə doğru gəldiyi üçün biz oxun uç tərəfini görürük. Ona görə dörd barmaq hansı istiqamətə yönəlir? Bu istiqamətə yönəlmiş olacaq. Onda bu istiqamətə, bu da bu istiqamətə əgər yönəlirsə, onda mənfi yüklü işarədə buna ikisi də aşağı doğru yönəlmiş olacaq. Yəni bu B1 isə bu da olacaq B2. Bunu buradan bildik. Onda yekun induksiya vektoru əgər B1 ilə B2 ikisi də aşağı istiqamətə əgər yönəlirsə, onda yekun maqnit induksiya vektoru hansı istiqamətə yönələcək? Aşağı doğru yönəlmiş olacaq. Çünki ikisi də aşağı doğru yönəlir. Mən buradan görürəm ki, B yekun aşağıdır, B yekun aşağıdır. Sürət vektoru isə yuxarıdır. Sürət vektoru isə yuxarıdır. Və bunlar arasında bucaq nə qədərdir? Baxıram buradan. 180 dərəcəyə bərabərdir. Onda mən burada Laius kürəsinin düzsünü yazsam, f Laius bərabərdir nəyə? QVB sinüs alfa. QVB sinus alfa. O da bərabərdir, o da bərabərdir. Q vursun, V vursun, B vursun, sinus vursun. Alfa nə qədərdir? 180 dərəcə. Onu da yeni yazın nə? 180. 180. Deməli. Sinus 180. O da bərabər nəyə? Deməli, Q vurulsun, V vurulsun, deməli, B vurulsun. Sinus 180-də nə verir bizə? 0. QVB-nin də 0-a vuranda bizə nəyi verir? 0-a. Deməli, Laius kürəsi 0-a bərabərdir. Deməli, F Laius bərabər nəyə? 0-a. Laius kürəsi 0-sa, onda bəlkə ki, buna qüvvə təsir etmir. Onda cavabımız olacaq nə? F Laius bərabər 0, yəni C variantı. Belki də bu videoda fizikanın inkişaf blok imtahanında qarşınıza çıxaracaq 3 var sual tutma vaxtı. Suala bir adım bir şəkildə izah edin ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya bilərsiniz. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyə, kanala abunə olmağı və videoları şərh yazmayı unutmayın. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşənədək sağ olun, salamatçılıqla qalın.